Yaxşı, onda neynəməliyəm? Əl-qolumu sallayıb otura bilmərəm ki. Artıq elədiyini eləmişsən, oğlum. İndi səhvlərini düzəldəcəksən. Sənin arxanca düşən müstəntiq var idi, ha? Aha. Vəssalam. Bir də səni narahat eləməyəcək. Dostum, indi sənə bir can borcluyam. Bəs onda bu evdə niyə qalır, hə? Niyə çıxıb öz evinə getmir? Onun əri ilə münasibətləri yaxşı deyil. İndi gedib Cəfərdən polisə şikayət ərizəsi yazacaqsan. Hə, bir iki ay yatıb çıxsın. Bəlkə ondan sonra bu boşbaşı işləyər. Qardaşımı işdən çıxarmısan? Bu düzdür? Düz eşitmisən. Dursunxan adında adam sizə işləyib? Görürəm söhbətimiz uzanacaq. Gəlin içəri keçin, orada danışaq. Hər şey yaxşıdır, gəlin bacı. Səndən xahiş edirəm, mənə gəlin bacı demə. Çox bilmişdik. Həyatda insana çox zərər vurur. Məsləhətinizi mütləq nəzərə alacağam. Mənim otağıma girməyinə bir bax. Nədir, sənə mane olur? Ümid eləyirəm, aranızda heç nə yoxdur, Fərhad. Kim bilir? Birindən canını qutarıb, indi də o biri bacının caynağına keçdin? Bacıma bütün həqiqəti desəm yaxşı olar, ha? Necə fikirləşirsən? Hı?